Gördüyünüz bu video Bakıda Bülbülə qəsəbəsinin mədəniyyət mərkəzində çəkilib. Üzdən İraq bir adamı çıxardıblar, kiçik yaşlı, az yaşlı uşaqların qarşısında oxutdururlar. Hələ orada böyük yaşda olan insanlar da var, yəni valideynlər və yaxud da indi ola bilər müəllimlər falan kəslərdir. Heç biri də buna etiraz etmir. Və bunu dəvət ediblər, orada oxuyur öz üçün. Oxumaqdan əlavə bu uşaqlara, yəni kiçik yaşlı uşaqlara pis örnek olur. Və gələcəkdə bunun böyük bir problemləri ortaya çıxacaq. Onu da qeyd etmək istəyirəm ki, şiə balaları, az yaşlı şiə balaları Məhərrəmdə İmam Hüseyn əleyhissalama əza saxlamaq üçün məscidlərə gedəndə hakimiyyətin o polis orqanları uşaqların qarşısını alırlar. Qoymurlar məscidə getməyə. İndi o polislər harda ölüb? Hardadılar? Niyə baxmırlar bunlara ki, bu üzdən İraq gəlib az yaşlı uşaqların qarşısında oxuyur? Belə bir nəticə almaq olar ki, bu proseslərdən elə hakimiyyətin özü də istəyir ki, İmam Hüseyn əleyhissalamın məclisləri nəsildən nəsilə ötürülməsin, bunun qarşısını alsın, amma üzdən İraqlıq yayılsın. Bundan başqa bir şey deyil. Ona görə də biz müsəlmanlar, şiyələr öz dinimizin yayılmasında möhkəm olmalıyıq və bunun üçün əlimizdən nə gəlirsə etməliyik.